Keçməyən baş ağrıları, uzun müddət davam edən ağrılar beyin şişinin əlaməti ola bilərmi? Hər baş ağrısı beyin şişi demək deyil. Əgər bu baş ağrıları ürək bulanma, qusma, əldə yaxud zəifliklə müşahidə olunmağa başlayırsa irəli dönəmlərdə Beyin şişlərinin hansısa bir dərman müalicəsi varmı? şişin xüsusiyyəti, forması, yerləşmə yeri çox önəmlidir. Oturaq həyat tərzi, çox maşın sürmək, siqaretdən istifadə etmək, bunlar hamısı onurğaya ziyan vuran faktorlar. Onurğa əməliyyatlarından sonra xəstənin şikəst qalma ehtimalı varmı? Əməliyyat oldumsa, demək mən ələl qalacağam. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün cəmiyyətdə insanların ən çox qorxduğu tibbi mövzulardan biri olan beyin və onurğa əməliyyatlarından danışacağıq. Ümumiyyətlə neyrocərrahiyyə nədir? Bu əməliyyatlar bizə nə zaman lazımdır və cəmiyyətdə bu əməliyyatlarla bağlı dolaşan miflər nələrdir? Bugün studiyamızda bu mövzunu neyrocərrah həkimimizlə birlikdə ətraflı müzakirə edəcəyik. Studiyamızın qonağı neyrocərrah Bəhruz Eyvazovdur. Xoş gördük həkim. Xoş gördük Xəyla xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Necəsiz? Sağ olun, necəsiz? Yaxşı olasınız. Yaxşı olasınız. İzləyicilərimiz üçün maraqlı bir müsahibə olacaq. Sizin də əgər bu cür şikayətləriniz varsa bizi izləyin. Keçək suallarımıza. Buyurunuz. Doktor, neyrocərrahiyyə nədir və hansı xəstəliklər daha çox bu sahədə müalicə olunur? Ümumiyyətlə neyrocərrahiyyə dedikdə biraz geniş bir sahəni əhatə eləyir. Bunlar içərisində baş beyin cərrahiyyəsi var, onurğa cərrahiyyəsi var və uşaq neyrocərrahiyyəsi var. Baş beyin cərrahiyyəsində baş beyin şişləridir, qan sızmalardır, travmalardır, bunlara aiddir. Onurğa cərrahiyyəsində skalyoz cərrahiyyəsi var. Onurğanın degenerativ xəstəlikləri, fəqərəsi disk yırtıqları, inkişaf anomaliyaları. Uşaqda isə bunların hər ikisi ola bilər. Baş beyin və onurğa beyin və onurğa sütunu ilə üstəlik periferik sinirlərlə məşğul olmaq neyrocərrahiyyənin sahəsidir. Neyrocərrahiyyə sahəsində ümumiyyətlə son illər ən çox artan xəstəliklər hansılardır və sizə ən çox hansı şikayətlərlə müraciət olunur? Ən çox bizim rastlaşdığımız patologiyalar onurğa patologiyalarıdır ki, bu da son zamanlar insanlarımızın hipodinamiya, artıq çəkiyə meyilli olması səbəbindən onurğa problemlərinin, fəqərəsi disk yırtıqlarının yaranmasıdır. Və çox təəssüflər olsun ki, ən çox rastlaşdığımız xəstələr son zamanlarda artanlardan biri də baş beyin şişləridir. Baş beyin şişləri əvvəllər az rast gəlirdiksə, indi daha çox rast gəlməyə başlamışıq. Bunun bir səbəblərindən də qeyd edə bilərəm, icbari tibbi sığortanın yaranması, kiçik bir narahatçılıq olan kimi xəstələrin daha çox müayinə metodlarına üz tutmalarıdır ki, bu ilkin mərhələlərdə biz bu patologiyaları aşkarlayırıq. Bu səbəbdən də şişlər daha çox aşkarlanma başlanması həm bir yandan sevindirici haldır ki, erkən mərhələdə rast gəlirik. Bir yandan da sevindirmir ki, yəni bu geniş vüsət almağa başlamışdır. Sizcə beyin şişlərinin ümumiyyətlə artmasında səbəb nədir? Bayaq qeyd elədiniz ki, icbari tibbi sığorta bunun aşkarlanmasında rol oynayır, amma ümumiyyətlə beyin şişi nədən yaranır? Gəlin bunu izah edək. Ümumiyyətlə, beyin şişi beynin öz toxumasından da yarana bilir, beynin qışasından da yarana bilir. Beyin şişlərinin yaranmasının dəqiq bir səbəbi məlumdur. Burada risk faktorları var. Hormonal risk faktorları ola bilər, genetik risk faktorları ola bilər, şua risk faktoru ola bilər. Yəni, tamamilə deyək ki, bu səbəbdən yaranır, belə bir səbəb yoxdur. Bəzi çox vaxtlar xəstələr düşünürlər ki, o uşaq vaxtı travma alıb ona bağlıdır. Yəni, bu tamamilə səhv bir fikirdir. Tam bir dəqiq bir səbəb faktoru deyə bilmərik. Risk faktorları var. O risk faktorları qeyd elədiyim kimidir. Keçməyən baş ağrıları, uzun müddət davam edən ağrılar beyin şişinin əlaməti ola bilərmi? Qeyd edeyim ki, beyin şişlərin ilkin əlaməti, bəli, baş ağrısıdır. Amma hər baş ağrısı beyin şişi demək deyil. Çünki beyin şişi ilkin yarananda özünə bir həzm effekti kimi aparmaya başlayır ki, ilkin olaraq baş ağrı, yəni həzm effekti kəllədaxil təzyiqi artırır və baş ağrıya səbəb olur. Bu ağrının müddəti necə olur? Sözünüzü kəsirəm. Ağrı fərqli xarakterdə ola bilir. Ağrının müddəti
şişin olub-olmadığını demək deyil. Məsələn, üslü sinir nevralgiyalar var ki, baş ağrılar verə bilər, miqren ağrılar var ki, baş ağrı verə bilər, uzun müddətli kəskin ağrı verir. Ancaq bu demək deyil ki, o şiş var. Erkən mərhələsi ağrıdır, baş ağrısıdır şişlərdə. Sonrakı mərhələ isə həmin şişin yerləşdiyi yerə uyğun olaraq lokal xarakterli, yəni buna biz lokal əlamətlər deyirik. Yerləşdiyi yerə uyğun olaraq əlamətlər, nevroloji defisitlər özünü büruzə verməyə başlayır. Yəni bu qısa müddətli də baş ağrı ola bilər, uzun müddətli də ola bilər. Əgər bu baş ağrıları ürək bulanma, qusma, tərəf zəifliyi, yəni əldə ayaqda zəifliklə müşahidə olmağa başlayırsa irəli dönəmlərdə artıq müəyyən bir patologiyalardan şübhələnmək lazımdır. Bunun üçün baş beynin heç olmasa nativ bir MRT müayinəsi olması məsləhət görülür. Sırf MRT müayinəsi ilə başdakı şişin dəqiq diaqnozunu qoymaq olurmu, yoxsa əlavə hansısa bir yoxlanışlara ehtiyac varmı? Qeyd edim ki, ilkin seçenek olaraq baş beyin MRT müayinəsi, yəni nativ bir müayinə lazımdır. Bəzən ola bilir ki, o şişlərin xarakterini, damarlara olan münasibətini bilməkdən ötəri bizə kontrastlı MRT müayinəsi və yaxud da daha MRT müayinəsinin bir üst növləri var ki, onların icra edilməsi tövsiyə olunur ki, bu isə bizim həm xəstənin proqnozunu, həm də cərrahi əməliyyat zamanı digər strukturların zədələnməsinin qarşısını almaqdan ötəri olduqca faydalıdır. Ona görə bu xəstələr ilkin olaraq baş beyin katesi və yaxud da MRT müayinəsi olunur. Ondan sonra isə yerləşdiyi yerə, xarakterinə asılı olaraq biz digər müayinə metodlarını təyin edirik. Bəs bu beyin şişlərinin hansısa bir dərman müalicəsi varmı, yoxsa mütləq əməliyyat olunmalıdır? Beyin şişləri ilkin olaraq daha öncə qeyd etdiyim kimi həcm effekti verir. Həcm effekti verirsə, yaxşı olar ki, o həcm effektini azaldasan. Yəni ümumi bir anlayış olaraq belədir ki, həcm effektini azaldarsan. Böyüməsin də, yəni. Həm böyüməsin, həm beyni sıxmasın. Çünki beyin sümük qutunun içərisində, yəni kəllənin boşluğunda yerləşir. Yəni bu məhdud bir sahədə yerləşir. Orada əlavə bir həcmin olması beyin toxumasının sıxılması deməkdir. Yaxşı olar ki, o həcmi oradan götürək. Ancaq bu hər zaman mümkün olmur. Hər zaman mümkün o zaman olmur ki, o dərində yerləşir, ciddi bir strukturlara sıx yerləşir və yaxud da damarları öz içərisinə alır və yaxud da beyin kötüyünün içərisində yerləşir. Yəni bunlar hansı ki, icra əməliyyatla o xaric edilməsi xəstəyə ciddi bir həyati təhlükə yarada bilər, ciddi bir əlilliyə gətirib çıxara bilər. Bu səbəbdən də yerləşmə yeri çox önəmlidir. Şişin xüsusiyyəti, forması, xarakteri çox önəmlidir. Strukturlara münasibəti çox önəmlidir. Əgər şiş dərində yerləşibsə, onun çıxarılması mümkün deyilsə, bu zaman alternativ müalicə üsulları, yəni alternativ deyəndə digər qeyri-cərrahi müalicə üsulları, yəni şüa müalicəsi, kimyoterapiya, bunlar seçilir. Kimyoterapiya dediniz, yəni həmin şişlərin xoş xassəli ya bəd xassəli olma ehtimalları da vardır, düzdür? Beyin şişləri təbii ki, xoş xassəli və bəd xassəli şişlərə bölünür. İlkin olaraq biz MRT müayinəsinə və yaxud da KT müayinəsinə baxanda təxmin edirik ki, bu şişlər hansı xarakterdədir. Ondan sonra isə cərrahi əməliyyatla və yaxud da əməliyyat olunmadan, yəni əgər dərində yerləşibsə, biopsiya ilə, xüsusi bir dəlik açılmanla, xüsusi cihazla gedib həmin yerdən bir kütlə götürülərək biopsiya olunur, patoloji analiz olunur. Onunla biz şişin xoş və yaxud da bəd olmasını seçirik. Təbii ki, xoş xassələr kimyoterapiyaya ehtiyac olmur. Onlar total çıxarıla bilirsə, total çıxarılır. Yerdə qalanlar hansı ki, çıxarılması mümkün deyil və ciddi bir qüsur yarada bilər. Həmin nahiyyə isə şüa müalicəsi oluna bilər. Beyin əməliyyatı ümumiyyətlə prosedurun necə baş verir? Beyin kəllə sümüyü yarılırmı? Əməliyyat neçə dəqiqə, neçə saat daha doğrusu davam eləyir? Ağır əməliyyatdır. Yəni insanlar çox vaxt qorxub beyin əməliyyatı. Beyin cərrahiyyəsi təbii ki, cərrahiyyə içərisində ən üstə duran bir sahədir. Bu həm özünün uzun müddətli olması, həm ağırlıq, həm stresli, həm xəstənin həyatında, gələcək həyatında bir iz buraxmasına görə fərqlənir. Ancaq o demək deyil ki, neyrocərrahi əməliyyatlar, beyin əməliyyatları həmişə çox uzun müddətli çəkməlidir. Yəni hər bir cərrahi əməliyyatın özünün bir icra edilmə bir müddəti var, bir proseduru var. Məsələn, trepanasiya etabı təqribən nə qədər çəkir, şişin çıxarılması nə qədər çəkir. Bu şişdən sonra gemostazdır, sonra bağlanış etabı, yəni yaranın tikilməsi, sümük parçasının bu nə qədər etab, bir müəyyən bir bəlli bir
zamanlar hər zaman beynimizdə var. Ona uyğun biz planımızı təyin edirik. Əgər bir cərrahi əməliyyat uzun müddət davam edirsə, burada böyük ehtimalla planlama doğru aparılmayıb, xəstə seçimi doğru olmayıb, cərrahi yanaşma doğru olmayıb. Böyük ehtimalla bu faktorlar olur. Yəni hər xəstə, hər problem, hər gördüyümüz patologiya bəzən cərrahiyə uyğun olmaya bilir. Buna ilkin olaraq qeyri-cərrahi, məsələn, embolizasiya, böyük bir şiş var və yaxud da böyük bir damar patologiyası var, AVM dediyimiz. Bu ilkin olaraq yaxşı olar ki, qansızlaşdırmaqdan ötəri həmin əməliyyatı hansı qanama problemləri uzada bilir. Bundan ötəri bir embolizasiya, həmin o damarları damar daxili girib bağlamaq invaziv radioloqlarla bir yerdə girib bağlanılır. Ondan sonra əməliyyatda xəstəni götürmək daha doğru olar. Bu zaman əməliyyatın müddəti qısalır. Çünki əməliyyat müddəti uzandıqca xəstə uzun müddətli narkozda qalır. Xəstədə infeksiya riski çox yüksək olur. Çünki uzun müddətli beyin açıqda qalması deməkdir. Və bunun infeksiya riskini yüksəldir. Bundan başqa uzun müddətli əməliyyat daha çox qan itirmə deməkdir. Daha çox qan itirmə orqanizm immunitetini aşağı salır. Ora sonradan daha çox qan köçürülməsi orqanizmdə yara sağalmasını pisləşdirir, infeksiya riskini artırır, immunodepressiv bir təsiri var. Bu səbəbdən də hər zaman o demək deyil ki, neyrocərrahi əməliyyatlar uzun çəkməlidir. Yəni patoloji uzun çəkirsə, o deməkdir ki, burada bir cərrahi bir səhv var. Yəni doğru planlanmayıb və əməliyyat doğru xəstə seçilməyib. Çünki əməliyyatı uzun çəkmək, əməliyyatı uzun aparmaq qəhrəmanlıq deyil. Əməliyyatı maksimal dərəcədə qısa müddətdə tam təhlükəsiz, az qan itirməklə icra etmək hər zaman qəhrəmanlıq sayılır. Beyin əməliyyatından sonra insanın danışığında, hərəkətində hansısa bir dəyişiklik ya pozulmalar müşahidə oluna bilərmi? Bizim beynimiz qeyd edim ki, hər nahiyəsinin özünün bir funksiyası var və yerləşən patologiyaya uyğun olaraq müəyyən bir funksiyalara təsir edə bilir həmin patologiyalar. Məsələn, bizim sol tərəfimizdə əgər bir patoloji bir proses varsa, bizim sağ tərəfimizə təsir edəcək. Sağda varsa, sol tərəfimizə təsir edəcək. Və yaxud da sol tərəfdə varsa, bu xəstənin danışığında problem yaranacaq. Sağda varsa, danışığı normal qalacaq. Bu, o xəstələr üçün uyğundur ki, məsələn, sağ əlli insanlarda danışıq mərkəzi solda yerləşir, sol əlli insanlarda isə sağda yerləşir. Mənim belə bir xəstəm olub, çox maraqlı olub. Mən xəstənin sağ əlli, sol əlli olmasını əməliyyatdan sonra bilmişəm. Demişəm ki, bəs necə? Çünki tam nitq qorxurduq ki, əməliyyat zamanı nitqində problem yaranar. Əməliyyatdan sonra düzdür, xəstədə heç bir problem olmaz. Təsadüf soruşanda ki, bəlkə sən solaxaysan, xəstə deyib ki, mən solaxayam. Yəni belə bir təsadüflər də ola bilər. O səbəbdən də əməliyyat öncəsi dəyərləndirmək lazımdır, patologiya hardadır və bu barədə xəstə yaxınları məlumatlandırılmalıdır ki, əməliyyatdan sonra filan risklər olma ehtimalı var. O demək deyil ki, olacaq, ehtimalı var. Yəni bu cərrahi planlama çox önəmlidir, qeyd etdiyim kimi. Yəni qüsurların yaranmasında. Doktor, istərdim ki, onurğa əməliyyatlarından da danışardıq. Ümumiyyətlə onurğa əməliyyatlarından sonra xəstənin şikəst qalma ehtimalı varmı? Onurğa əməliyyatları bu el arasında bizim belə bir səhv fikirlər var ki, pasientlər arasında əməliyyat oldumsa, demək mən əlillik almalıyam, əlil olmalıyam və yaxud da əlil qalacağam. Belə bir səhv bir fikirlər formalaşır. Onurğa əməliyyatlarında təbii ki, onurğadakı patologiyaya çatmaqdan ötəri müəyyən bir toxumalardan keçmək lazımdır. Bu toxumalarda nə qədər çox travmatik keçərsə, nə qədər toxuma zədələyib çox keçilərsə və onurğanın gələcəkdəki strukturuna çox təsir edərsənsə, təbii ki, onurğada gələcək üçün problemlər yarana bilər. Bundan ötəri son zamanlar minimal invaziv, yəni endoskopik cərrahi əməliyyatlar populyarlıq qazanmağa başlamışdır ki, endoskopik cərrahi əməliyyatlar zamanı əzələ toxumasına az ziyan vurulur. Yəni əzələ kəsilmir, əzələ liflərin arasından keçərək işlənilir. Sümük toxumasına minimal az zədə vurulur. Və bir də bir qeyd etmək istəyirəm ki, pasientlərimiz tamamilə səhv bir fikirdədir ki, əməliyyat oldumsa mən
problem yaranacaq. Əgər xəstə əməliyyatdan sonra əvvəlki vərdişlər niyə gətirib çıxartdı həmin problemi, o vərdişləri aradan qaldırarsa, təbii ki, onurğada heç bir narahatçılıq olmayacaq. Biz bütün əməliyyatlarımıza, istər endoskopik, istər fiksasiya, istər şiş əməliyyatlarına 2 aydan sonra bərpa edici müalicəvi idman məsləhət görürük ki, onurğanı dəstəkləyən əzələlər bərpa olunsun deyə. Bəs maraqlıdır, hansı səhv vərdişlərimiz bizim onurğamızda problem yaradır? Onurğa sağlamlığında əzələ gücləndirməsi, idman çox önəmlidir. Yəni onurğa nə qədər çox yüklənərsə, nə qədər az hərəkətsiz qalarsa, o qədər problem yarana bilər. Bunlara nələr daxil ola bilər? Həddən artıq çəkinin çox olması, oturaq həyat tərzi, çox maşın sürmək, əzələ toxumasının zəif olması, siqaretdən istifadə etmək. Bunlar hamısı onurğaya ziyan vuran faktorlardır. Qidalanma çox önəmlidir. Məsələn, karbohidratla çox qidalanan insanlar əzələ kütləsi yaxşı olmayacaq, pi toxuması daha çox olacaq. Bunlar hamısı təbii ki, problemi gətirib çıxaracaq. Bəs doktor, onurğa əməliyyatı olan şəxs hərbi xidmətə yararlıdırmı? Bizə bəzən bu sualları tez-tez verirlər. Mən onurğa əməliyyatı oldum. Bundan sonra mən əsgərliyə gedəcəm ya getməyəcəm, hərbi xidmətə yararlıyam yoxsa yox. Qeyd edim ki, cərrahi əməliyyatlardan sonra əgər hər hansı bir funksiya pozğunluğu yoxdursa, təbii ki, bu vətəndaşlar hərbi üçün yararlıdır. Əgər hər hansısa bir funksiya pozğunluğu qalıcıdırsa, yəni adamın sinir zədələnməsi var, əməliyyatdan öncə və yaxud da sonra baş verib, sinir zədələnməsi var və yaxud da yəni əzələ zəifliyi var, çanaq üzvlərinin funksiyasının pozulması var. Bunlar təbii ki, hərbi xidmətə yararsızdırlar. Əgər cərrahi əməliyyatdan sonra əzələləri tam bərpa olunubsa, heç bir funksiya pozğunluğu yoxdursa, təkrar aparılmış MRT və yaxud da EMG müayinələrində heç bir patologiya aşkarlanmayıbsa, bu xəstələr təbii ki, hərbi xidmətə yararlıdırlar. Son illər ümumiyyətlə bəzi xəstəliklərə peşə xəstəlikləri adı veriblər. Məsələn, bəzi peşə sahibləri var ki, o sırf həmin işdə işləyən insanlarda həmin xəstəliklər formalaşır. Və yaxud da qeyd elədiniz, sükan arxasında çox vaxt keçirən sürücülərimiz var, taksi sürücüləri özəlliklə gündəlik olaraq 7-8 saat, 10 saat, yəni onlar sükan arxasında olurlar. Bu cür insanlarda onurğa problemləri necə formalaşır və onlara tövsiyələriniz nə olardı? Qeyd edim ki, hər zaman onurğa problemi ilə, yəni bel ağrısı ilə, boyun ağrısı ilə, kürək ağrısı ilə mənə müraciət edən pasientlərimizə nə işlə məşğul olduğunu soruşuruq. Daha çox maşın sürürmü, məsəl üçün sürücüdürmü və yaxud da ofis işində işləyirmi? Yəni ofis işində işləyən, kompüter arxasında işləyən insanlar bəzən zamanı necə gəlib keçdiyini bilmir. Saatlarla və yaxud da kompüter mütəxəssisləri saatlarla kompüter arxasında əyləşərək onurğalarını bilməyədən də zədələyirlər. Və yaxud da məsəl üçün biz düşünürük ki, fiziki işlə məşğul, bunda problem olmaz, ustaları deyək. Əyilmiş vəziyyətdə ola bilər, əl işi görsün, eləsə ancaq bel əzələlərini gücləndirməsindən davamlı ağırlıq bel nahiyəsinə düşdükdə bel problemi yarana bilər. Biz bütün pasientlərimizə məsləhət görürük ki, ofis işində işləyənlər mütləq yarım saatdan bir dursun, gəzişsin, bir gərilmə hərəkətləri eləsinlər ki, əzələlər biraz boşalsın, naqruska yüklənməyə məruz qalmasın. Bundan başqa sürücülərə mütləq qaydada yarım saatdan bir sükan arxasından düşüb bir 5 dəqiqə gəzmək, 10 dəqiqə gəzmək tövsiyə olunur. Ustaları da fiziki işlə məşğul olunlar da tək əl işi ilə məşğul olmaq o demək deyil ki, bel əzələsini gücləndirmək. Buna uyğun müvafiq olaraq bel əzələlərini gücləndirməyi tövsiyə edirik. Doktor, istərdim ki, izləyicilərimizə fizioterapiya proseduru haqqında da məlumat verərdim. Ümumiyyətlə bu prosedurların onurğa sağlamlığına təsirləri necədir? Qeyd edim ki, bəzi xəstələrimiz var ki, əməliyyatlardan sonra onlara fizioterapevtik prosedurlar lazım olur. Fizioterapevtik prosedurun ümumi mahiyyəti ondan ibarətdir ki, həmin nahiyədə olan əzələ və sinir toxumasının qan dövranı yaxşılaşdırmaqdan ibarətdir. Yəni pasientlər bəzən fizioterapistlərin və yaxud da o sahədə çalışan orta və yaxud da kiçik tibb işçilərə müraciət edirlər. Onlar da deyirlər ki, doktor hansı prosedurları icra edəcəksə deyək, onlar onu icra eləsinlər. Qeyd edim ki, bu sahədə ixtisaslaşan xüsusi həkimlər, yəni fizioterapevtlər var ki, bu işlə onlar məşğul olur. Hansı prosedurun hansı pasiyentə lazım olduğunu ən dəqiqini fizioterapevtlər bilir. Biz yalnız və yalnız pasiyentlərə fizioterapiya lazımdır deyə tövsiyə edirik.
Geridə qalan bütün işlərini isə fizioterapevtlər aparır. Təbii ki, fizioterapiyanın özünün də xüsusi rolu var onurğa sağlamlığında. Bəs doktor, son illər neyrocərrahiyyə sahəsində olan istərdim ki, yeniliklər barədə izləyicilərimizə məlumat verək. Lazer əməliyyatları deyirlər, indi xalq arasında belə deyilir. Bu əməliyyatlar necə həyata keçirilir və əməliyyat müddətinin qısaldılması, sağalma prosedurunun qısaldılması baxımından necə təsir göstərir xəstələrə? Qeyd edim ki, bütün digər cərrahi branşlara, sahələrə nisbətən neyrocərrahiyyə texnologiya ilə daha sıx əlaqəlidir. Çünki neyrocərrahiyyədə daha təhlükəsiz işlər görülməyə, yəni sinir toxumasının, əzələ toxumasının az xəsarətlə icra edilməyə meyllidir neyrocərrahi prosedurlar. Bu səbəbdən də son zamanlar onurğada digər sahələrdə var idi, ancaq onurğa cərrahiyyəsində son illərdə endoskopik onurğa cərrahiyyəsi populyarlaşmağa başlamışdır. Endoskopik onurğa cərrahiyyəsi bu xəstələrin əməliyyatdan sonra az ağrının olması və normal həyata tez qayıtmasına çox müsbət bir təsiri vardır. Hansı ki, bizim tərəfimizdən son 1 il ərzində icra edilməyə başlanılıb. Düzdür, bu artıq getdikcə bu əməliyyatların sayı artır və xəstələrimiz də endoskopik cərrahi əməliyyatlardan sonra kifayət qədər məmnundur öz vəziyyətlərindən. Süni intellektin həyatımıza daxil olması bütün sahələrdə olduğu kimi tibb sahəsində də bəzi dəyişikliklərə səbəb oldu və sizin sahənizdə hansı dəyişikliklər, yeniliklər oldu və robotların ümumiyyətlə tibbə daxil olması, robotik əməliyyatların keçirilməsi gələcəkdə həkim peşəsini nisbətən biraz geriyə sala bilərmi? Qeyd edim ki, həkim peşəsini süni intellekt, robot müəyyən qədər bəzi sahələrdə geriyə sala bilir. Biz xaricdə aparılan sərgilərin birində bir süni intellektlə çalışan sadəcə olaraq bir tibb bacısının idarə etdiyi bir poliklinik, digital bir poliklinik görmüşdük. Orada bütün check-up müayinələrdən keçir. Sadəcə olaraq bir tibb bacısı cihazda necə oturmaq lazım, cihazı aparatın qarşısında necə oturmaq lazım, onu izahlayır. Qalan bütün o cihazlar hamısı xəstənin check-up müayinə, gözünü müayinə edir, qan analizlərini götürür, təzyiqini ölçür, başını kat eləyir, katesinin cavabını verir. Bütün o check-up müayinələrin hamısını sadəcə olaraq bir tibb bacısının iştirakı ilə keçirilir. Təbii ki, bu öyrənmə etabındadır, düzdür. Bu dəqiqliyi gələcək illərdə düşünürəm ki, daha çox artdıqca ola bilər müəyyən bir sahədə olan həkimlərin işini azaltsın. Bizə təsir edən nüanslardan ən yaxşısı onu deyə bilərəm ki, bizə gələn pasientlər artıq süni intellektlə öz xəstəliklərini araşdırıb bir maariflənmiş şəkildə gəlməsi çox önəmlidir. Bu bizim biraz zamanımızı da qısaldır xəstə ilə və daha rahat ünsiyyətdə aparmağımıza təsir eləyir və xəstələr artıq öz xəstəlikləri haqqında məlumatlı olmuş olurlar. Bu çox bizim işimizi müəyyən qədər rahatlaşdırır bu barədə. Robot cərrahiyyəsində isə qeyd edim ki, onurğa cərrahiyyəsindən sonra robot cərrahiyyəsi istifadə olunur ki, robot qollar var xüsusi. O qollarla naviqasiya ilə implantlar yerləşdirilməsi çox asandır, rahatlaşmışdır. Bunlar təbii ki, maliyyətə dayanıqlı bir prosedurlardır. Seçim fərqlidir. Təbii ki, inkişaf etmiş ölkələr texnologiyaya daha üstünlük verməyə başlayıblar. Yəni qeyd etdiyim kimi burada maliyyət çox önəmlidir. Bəs doktor, neyrocərrahiyyənin ən çətin tərəfləri sizcə nələrdir? Ümumiyyətlə neyrocərrahiyyə özü bir çətin sahədir. Ancaq mən düşünürəm ki, artıq 20 ildir bu sahədəyik. Düşünürəm ki, neyrocərrahiyyənin mənə görə ən çətin tərəfi bir uşağın valideyninə sənin uşağında bir ağır bir beyin şişi var, belə deyək də, sağalmaz bir beyin törəməsi var. Ən çətini uşağın valideyninə bunu deməkdir. Çünki orada biz həm doğru danışmalıyıq, həm də yalan danışmalıyıq. Bu iki belə seçim arasında qalırıq çox zaman. Yəni həm həqiqəti deməliyik. Bu həqiqəti elə deməliyik ki, valideynə və yaxınlarına pis təsir eləməyək. Yəni mən düşünürəm ki, ən çətin tərəfi mənəvi tərəfi budur. Düzdür, cərrahiyyə uzun saat çəkir, stresslidir, ancaq buna zamanla öyrəşirsən. İstərdim ki, sonda bizi izləyən tamaşaçılarımıza öz tövsiyələrinizi də verərsiniz. Sağlam bir beyin üçün, onurğa üçün biz nələr etməliyik? Qeyd edim ki, son zamanlar bizdə bu icbari tibbi sığorta ilə
müayinələrin əlçatanlığı çox rahatlaşıb. Bu səbəbdən də sağlamlığımıza gərək biz biganə qalmayaq. Hər hansı bir narahatçılığımız olarsa, keçəcək deyə fikirləşməyək. Bu narahatçılığa görə poliklinik biz müraciətlər olunsun bizim pasientlərin. Yəni patologiyanı erkən mərhələdə aşkarlanmağın müalicəsi çox rahatdır. Xəstə üçün bəzən tam sağalma verə bilər. Nəinki gecikmiş formada gələn. O səbəbdən də qeyd etmək istəyirəm ki, sağlamlığımıza biganə qalmayaq. Dövlətimizin bizə yaratdığı bu fürsətdən istifadə eləyək, səhiyyəmizin bizə yaratdığı fürsətdən istifadə eləyək, doğru istifadə eləyək ancaq. Yəni hər narahatçılığı hər səbəbsiz yerə də poliklinikaya və yaxud da xəstəxanalara müraciət eləyib orada olan sıxlığı artırmayaq. Bir ağılla hərəkət edək. Özümüzdə bu süni intellektlə bir şikayətlərimizi araşdıraq. Ondan sonra isə yəni ilkin müayinələrdən keçək. Təbii ki, belə olarsa, yəni biz də ən azından ağırlaşmış, ümidsiz xəstələri görmə ehtimalımız azalar. Peki xəstəliklərin sayı azalsın, insanlar sağlam olsunlar. Vaxtında həmişə müraciət eləmək, həkimimizin dediyi kimi problemin daha da ağırlaşmasının qarşısını alır. Sağlamlığınıza diqqət edin, sağlam qidalanın, sağlam həyat tərzi keçirin ki, xəstələnməyəsiniz. Belə dəyərli doktorumuzla bu gün neyrocərrah Bəhruz Eyvazovla birlikdə müsahibəmiz oldu. Məncə çox maraqlı mövzu idi. Baş beyin şişlərindən danışdıq, onurğa problemlərindən. Əgər sizi maraqlandıran suallar əgər qalıbsa, biz o haqqda danışmamışıq da, şərh bölümümüzə yaza bilərsiniz, suallarınızı cavablandıracağıq. Həkimimizlə əlaqə saxlamaq istəsəniz, videonun üzərində və açıqlama bölümündə əlaqə nömrələrini qeyd etmişəm. Belə, oldu doktor, çox sağ olun, təşəkkür edirəm. İnşallah yenidən görüşərik. Mən də təşəkkür edirəm, minnətdaram diqqətiniz üçün, dəvətiniz üçün. Siz sağ olun.